Bu əşya Alman arxeoloq Wilhelm König tərəfindən 1938-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında tapılıb. König bu əşyaya dünyanın ən qədim batareyası adını verib. Həmin batareya 2 volt enerji istehsal edirdi. İlk dəfə elektrik batareyasının icad tarixi isə 1800-cü ildən hesablanır. Bu kəşf Alessandro Volta adlı İtalyan fizikin adı ilə bağlıdır. Məşhur türk dənizçisi Piri Reisin 1513-cü ildə tərtib etdiyi Afrika, Amerika və dünyanın Cənub qütbünün xəritəsi 1929-cu ildə ortaya çıxarılanda hamının təəccübünə səbəb oldu. Məsələ burasındadır ki, Cənub qütbünə səyahət Piri Reisin xəritəsindən əsrlər sonra 1819-cu ildə təşkil edilmişdi. Piri Reisin xəritəsində hətta qitənin buz altında qalan sahil əraziləri də göstərilirdi. 1900-cü ildə Krit sahillərində Yapon alimlərinin apardığı araşdırma zamanı aşkarlanan bu əşya dünyanın ilk kompüteri hesab oluna bilər. Alimlər taxta qutunun içərisinə yerləşdirilmiş bu qəribə əşyanın ayın, günəşin və digər planetlərin hərəkətlərini hesablamaq üçün düzəldildiyini bildirirlər. Maya dönəminə aid edilən 1000 illik bu insan kəlləsi bütöv kristal blokdan hazırlanıb. Hansı texnologiya ilə və necə hazırlandığı indi də elmə məlum olmayan bu kəllənin altından işıq salanda göz çuxurunda əks olunur. Bu tokka bizim eradan əvvəl 300-cü illərdə Çinli bir generalın məzarından tapılıb. Təbii ki, təəccüblü olan bu deyil, təəccüblü olan odur ki, 1956-cı ildə aparılan araşdırma zamanı tapılan tokkanın 85% alüminiumdan ibarətdir. Halbuki alüminiumun ayrıca bir metal olaraq istifadəsi yalnız 19-cu əsrdə mümkün olub. Peru sahillərində 450 kvadrat kilometrlik ərazini əhatə edən bu cizgilərin bizim eradan əvvəl 300-cü, bizim eranın 60-cı illərinə aid olduğu bildirilir. Cizgilər heyvan və bitki şəkilləri kimi izah edilir. Amma bəzi alimlər bu qəribə xəttlərin əslində yad planetlilər üçün eniş xətt olduğunu iddia edirlər. Eramızdan əvvəl 200-cü ildə hazırlandığı güman edilən bu əşya müasir sərnişin təyyarəsi Concorde-un əcdadı hesab olunur. 1898-ci ildə Misirdə aşkarlansa da, yalnız müasir təyyarələr icad olunandan sonra barəsində müəyyən fikirlər irəli sürülüb. 1972-ci ildə Misirli arxeoloq Xəlil Məsih bunun təyyarə olduğunu, qanadlarının Concorde-un anıldığını iddia edir. Taxta və dəmir hissədən ibarət bu çəkic 1936-cı ildə Amerikanın Texas ştatında yaşı 400-500 milyon il olan qayanın içərisindən tapılıb. Müasir bir alətin qayanın içərisinə hansı vasitə ilə yerləşdirilməsi bir yana, çəkicin hazırlandığı dəmirin hazırda istifadə olunan dəmirlərdən daha saf olması mütəxəssisləri heyrətə salır.